Tövbə insanın keçmiş səhvlərini dərk edib səmimi qəlbdən onlardan dönməsi və doğru yola yönəlməsidir. Ağa müəllim, tövbənin əsas şərtləri hansılardır və nasuh tövbə Peyğəmbərimizin dilində necə izah olunur? Əslində, nasuh tövbənin Qurandakı ruhuna bir tamaşa etdiyimiz zaman uca yaradan bilirsiniz, 89 yerdə Quran-ı Kerimdə ey iman edənlərlə bir xitaba başlayır. Ya eyyuhəl-ləzinə əmənu. Baxın, tövbədə də biz bunu görürük. Tubu ilallahi tövbətən nasuha. Elə bir tövbə ki, nasuh tövbə. Nasuh yəni xalis. Yəni səmimi bir tövbə. Elə bir tövbə ki, könül gözlərimiz ağrısın. İçdən ağlaya biləsən. Gerçəkdən peşman ola bilərsən. O nədamət duyğusu deyilir. Peşmançılığın fərqinə insan vara bilər. Tövbənin ilk şəkili əslində şərti olaraq daxildən gələn peşmançılıqdır. Və 2, o günah sektoruna bir daha dönməməkdir. 3, və təbii ki orada qul haqqı varsa, qul haqqı yemiş isə mütləq o qul haqqı o insana qaytarılmalıdır və halallaşdırılmalıdır. Yoxsa Allahım mən tövbə etdim, dilimizlə etdiyimiz tövbələr bir məna kəsb etməz. O ədəbiyyat olur. Amma könlün dili ilə edilən tövbə gerçəkdən ibadət olur. Ağa müəllim, Allah Taala deyir ki, mən öz haqqımdan keçərəm, qulumun haqqından keçmərəm. Bu tövbəyə də şamil edə bilərikmi? Yəni biz siz dediyiniz kimi Allahım bir qulun haqqına girdim, tövbə edirəm. Allah onu bağışlayarmı? Biz o quldan öz belə deyim də günahımızı etiraf etməsək, üzr istəməsək. Baxın, dəyərli Mirhanbas müəllim, bizim bir şeyi etiraf eləməyimiz haqqında nəyi etiraf elədiyinlə bir ölçüsü var. Amma hər şeyin də bir həddi sərhəddi var. Mən sizin haqqınıza girmişəmsə və Allahım məni bağışla, ağladım, sızladım, peşman oldum. Amma sizin o haqqınıza girmişəm, qul haqqına girmişəm, sizlə halallaşma məcburiyyətindəyəm. Bu işi Allaha həvalə etməməliyəm. Sizlə barışmalıyam. Sizdən halallıq almalıyam. Dünən nəfsim 7 başlı bir əcdaha olub, mənim dünyamı tarmar edib və sizə qarşı haqsızlıq, hüquqsuzluq etdim. Bugündən mən o 7 başlı əcdahanı, o kiçik fironun başını əzərək sizin qapınıza gəlməliyəm. Deməliyəm, Seyyid, məni bağışla. Mən belə bir səhvə yol verdim, sizin haqqınıza girdim və sal hansı yolla maddi bir haqsa geri qaytaracam, mənəvi bir haqsa halallığını alacam. Və bundan sonra da təbii ki, Allah bağışlayandır. Rəbbimizin tövbə qapısı sonuna qədər açıqdır. Hətta Firon belə o dəryaların içərisində Həzrəti Musanın dövründə batdığı zaman o da o rəhmətdən istifadə etmək istəmişdi. Amma təbii ki, o ana qədər, yəni əcəlin könül qapımızı döydüyü ana qədər tövbə qapısı açıqdır. Yoxsa artıq mən öləcəm, 60 yaşında namaz qılacam, yox hələ biraz da 5 il gözlüyüm, yox. Ölüm anidir, məchuldur. Bizmək olmuş ki, hansı yaşda gələcək. Ona görə hər günümüzün sübh vaxtı oyandığımız zaman Allaha bir həmdimiz, sənamız var. Ya Rabbi, mən oyanmaya bilərdim. Və ona görə oyandığımız gözlərimizi, könlümüzü bu həyata açdığımız zaman təbii ki, içimizi Rəbbimizə açıb və o könlümüzün dili ilə ifadə edəcək Allahım. Sən mənə yenidən bir həyat bəxş etdin. Ömür kitabımın bir səhifəsini və insan o tövbə suyu ilə təmizləməli. Allahım, bugün bütün bu əzalarım mənim könül evimin elçisi olacaq. Və mən sənə həvalə edirəm bunları, günah kirlərinə girməyim. Və beləcə söylədiyiniz kimi Allah Resulü Aleyhisselatü Vesselam'ın dilindəki nasuh tövbəni könüllərin sultanı Aleyhisselatü Vesselam ümmətinə bu şəkildə anladır. Bu yaxın günlərdə artıq biz bir Vəhdət həftəsindən keçdik. Onun doğum günü və təbii ki, insanlığın doğum günüydü. Və bu cümləni də elə gec olmuş olsa söyləyək. Biz bu günləri İslam camiyyəsinin içərisində, bu ümmətin içərisində gerçəkdən Hz. Muhammed Mustafa'nı sevindirmək istəyiriksə, onun ümmətindən olduğumuz hiss edib duymaq istəyiriksə, gəlin ona ən gözəl bəxşimizi verək. Və təbii ki, vəhdətimizi, birliyimizi. Bunu unutmayaq. Allah Rəsulunun ümmətini qorumaq ona verilən ən böyük ehtiram və hörmət. Bunu unutmayaq.